Noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarıtala kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanan 99 FG 128 dövlət nömrə nişanlı Hyundai markalı maşına avtomatdan atəş açılıb. Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onlardan hamısı yaralanıb. İlkin məlumata görə xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda dünyasını dəyişib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Ateşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəliloğluna məxsus olduğu açıqlanıb. Silahlı insident nəticəsində ölənlərdən biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiqoğlu. Digəri Bakı sakini, 1979-cu il təvəllüdlü Hüsənov Kamil Şamiloğludur. Hadisə nəticəsində dünyasını dəyişən digər şəxsin kimliyi araşdırılır. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Əməliyyat axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub. Avtomobillər yoxlanılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Aytən Sakit qızı, Daşqın Güneyli, Ziya İsmailoğlu, Zaqatala.